yeni tikilmiş mənzildə binanın üzərində təhvil verilmiş plastik pəncərədir bu. Hal-hazırda gördüyünüz pəncərə. Biz də burada nə iş gördük? Müəyyən müddət keçdikdən sonra burulma, deformasiya baş verdiyinə görə pəncərə qanadı yerinə kip oturmadığına görə hava buraxırdı bu pəncərə gördüyünüz yerlərdən. Bunu biz nə etdik? Bu pəncərə kanalını avtomatik sadə pəncərədən cifli pəncərəyə keçirtdik. Bu da bizə nə verir? Bu əvvəla pəncərə bağlananda bu ön hissədən əlavə, arxa hissədən də pəncərəni tam kompakt şəkildə tutub, yəni kasaya bağlayır. Cifti də yoxlayırıq. Tam sərbəst şəkildə gördüyünüz kimi arxa tərəfdən də, ön hissədən də pəncərələr kompakt şəkildə, kip şəkildə bağlanır. Xeyirlisi olsun müştərimiz üçün.